Sahə həkimləri ilə bağlı sujetimiz olacaq. Bəli, sahə həkimləri. Çox önəmli məsələdir. Əslində bilirsiniz, koronavirus dönəmindən sonra bir müddət sahə həkimlərinin evlərə getməsi qadağan olundu. Dedilər ki, olmaz, sağlamlıq baxımından düzgün deyil. Sonrasında əslində bərpa olunub deyirlər, amma yenə də evlərə gedib yoxlamalar aparılmır. Ümumiyyətlə, sahə həkimlərinin fəaliyyətinə nələr daxildir? Onlar nə edə bilər, nə edə bilməz? Bəli. Araşdırmamız var. Həkimi də qınamaq olmur. Baxırsan ki, yəni həkim az, xəstə çox. Dünyanın heç bir yerində sahə həkimi institutu yoxdur. Sovet təbabətindən qalma bir şeydir. Sahə Həkimi İnstitutu illərdir fəaliyyət göstərsə də, bugün onun effektivliyi ciddi müzakirə olunur. Bəziləri bu sistemin artıq köhnəldiyini iddia edir, bəziləri isə fiziki imkanlarının məhdudluğundan şikayətlənir. Sahə həkiminin bir problemi var ki, o böyük bir əraziyə baxır, nə qədər adam var orada. Bunların hərəsi bir dəfə bunu çağıranda problem olur. Onun gəlməyə maşını yox, bir ayrı şey yox, piyada gəlir. Uşaqlar balaca olanda konteynərin içində gəlir çıxırdı. Gəlməyib, gələndə də yarım saat, bir saat sonra gəlib, o da düzgün deyil. Həkimi də qınamaq olmur. Baxırsan ki, yəni həkim az, xəstə çox. Sahə həkiminə əgər dərdini deyirsə, əgər o da onu qəbul eləmirsə, onun başqa nə əlacı olacaq? O evdə ölüb gedəcək. Bəs sahə həkiminin əsas fəaliyyəti nədən ibarətdir? Bu həkimlərin əsas vəzifələrindən biri əhaliyə poliklinikada keyfiyyətli tibb xidmətinin göstərilməsi, hərarəti olan xəstələrin vaxtında aşkar edilməsi, müayinəyə cəlb olunması, kəskin xəstələnmə hallarında yerindən asılı olmayaraq tibbi xidmətin təşkili, infeksion xəstəliklərə qarşı peyvəndləmə işlərinin təşkili və həyata keçirilməsi aiddir. Xəstənin poliklinikaya gedə bilmədiyi halda isə pasiyent səhhəti ilə əlaqəli olaraq müəssisəyə gələ bilmir. Onda sahə həkiminə çağırış verir və bundan sonra sahə həkimi ünvana xəstəni müayinə etməyə gəlir və ünvanda onun vəziyyətinə uyğun olaraq əgər səhhətindəki problem meyarlara uyğundursa, onda onun işdən azad olunması üçün tibbi sənəd olan xəstəlik vərəqəsi tərtib edir. Bəs sahə həkimlərinin fəaliyyəti dayandırıla bilərmi? Dünyanın heç bir yerində sahə həkimi institutu yoxdur. Sovet təbabətindən qalma bir şeydir. Covid-19 pandemiyası zamanında bu sahə həkimi institutunun, yəni bütün potensialından yetərincə istifadə olunmadı. Bu sahə həkimi institutu dağılmaqdadır. Görünən odur ki, sahə həkimi institutunun təkmilləşdirilməsi, həkimlərin texniki təminatının gücləndirilməsi tibbi xidmətin keyfiyyətini artıra bilər. Əslində adımlarım dünyanın heç yerində yoxdur. Amma mən bunu heç də belə deyək də mənfi tendensiya hesab eləmirəm. Məsələn, yaşadığın sahə üzrə bir həkim ayrılır. O, həmin sahədə yaşayan insanların vəziyyətini bilir, yüksək hərarəti olan insanların xəstəxanaya cəlb olunmasına yardımcı olur. Yəni, səninlə məşğul olur da, o sahədə yaşayan vətəndaşlar da məşğul olur. Hələ uşaqlarla bağlı ümumiyyətlə. Sovetdən qalma bir şeydir, dövr olaraq. Amma indi də məncə aktuallığını itirməyib. Nə qədər adam faydalanır.